Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib. O, bugün Ağdam rayonunun Qarağacı qəbirstanlığında dəfn olunub. Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbirstanlığında ilk dəfn olunan şəxsdir. Qeyd edək ki, Üzeyir Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli qəhrəman Asif Məhərrəmovun yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb. O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi. Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə dünən yerli vaxtla gecə saat 01:30 radələrində baş verib. Belə ki, kuryer fəaliyyəti ilə məşğul olan Umudcan Turanın idarə etdiyi motosiklet yolun kənarında park edilmiş yük maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan motosikletin sürücüsü yaxınlıqdakı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun bir vaxtlar badminton idman növü üzrə Türkiyə yığmasının üzvü olduğu bildirilir. Hadisə ilə bağlı 99 ZC 168 nömrə nişanlı yük avtomobilinin sürücüsü olan Azərbaycan vətəndaşı Nadir Salmanov ifadəsinin alınması üçün saxlanılıb.